TikTok'ta baxıram, bilmirəm siz də fikir vermişsinizmi, yoxsa fərqindəsiniz ya yox. Bütün sosial şəbəkələrdə deməli İlham Əliyev, Mehriban Əliyeva, sonra Heydər Əliyev, yəni köhnə şeyləri təbliğatı ilə məşğuldurlar ki, güya bunlar çox dəyərli adamlardır və çox maraqlı bir şeyə rast gəldim burada. Deməli bir lentə rast gəldim. Orada Mehriban İlhamı, İlham Mehribanı gəlin baxın. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Bizim İlham Əliyev kimi bacarıqlı, cəsarətli, zəkalı, eyni zamanda ən yüksək insan keyfiyyətlərinə. Bunlar, bax, bu onu tərifləyir, dəyərli, o bunu tərifləyir. Bu şeydir, biz də ən dəhşətlisi bizə nədir? Bunun altından, indi təbii məsələ 99% trollardır. Altından like qoyub troll şeyləyənlər filanlar zadlar. İndi məsələ burasındadır ki, indi baxın, görün şeydir, Mehriban nə deyir? Mənə inanan hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunmasına, ölkəmizin hər tərəfli inkişafı üçün tam gücümlə çalışacağım. Sözsüz, yəni bu təbliğata baxın, bu elə danışır güya ki, bu indiyənə kimi xarüqələr yaradır və bütün Azərbaycan xalqı xoşbəxtdir. Bu indən sonra da bu həmən o şey, iqtisadi tərəf artıq məlumdur, yəni hər şeyimiz var, mənəviyyata daha çox üstünlük verəcək.